Kimisə başı yana bilər, amma hələlik başı yanan birinci adam Əkrəm İmamoğludur ki, onun bugün Maltepe'də keçirəcəyi mitingdə ləğv olunub. Eyni zamanda deməli, indi əsas məsələ ondan ibarət ki, martın 23-də bir ön seçki keçirilməli idi. Yəni İmamoğlunun prezidentliyə namizəd olması ilə bağlı, CHP-nin yəni namizəd olması ilə bağlı. Məncə CHP türlükdə razıdır təbii ki, Əkrəm İmamoğlunun vahid namizəd kimi seçkiyə qatılmasına. İndi ya Erdoğan'a ya da onun indi əlini üzərinə qoyduğu Hakan Fidandır və ya bəlkə başqa birisinin tərəfini tutacaq. Erdoğan hər halda indi onu gözləyəcəyik, görəcəyik və bunlar gözlənir. Yəni 23-də bütün hallarda CHP ortaya iradə qoyub ki, biz o seçkiyə gedəcəyik, yəni mütləq o seçki sandıq qurulacaq. Eyni zamanda partiyanın sədri də hazırda İstanbuldadır və partiyanın idarə heyətinin bugün toplanıb lazımi qərarlar alacağı bildirilir. Buradakı onların ittiham olunduğu maddələr var. Cinayətkar təşkilatının rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmək, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılması və s. və ilaxır. Amma daha çox bu, üzr istəyirəm, hər kəsin, çoxlarının da fikri bundadır ki, yəni bir dəfəli elə bunu dövlət çevrilişinə, cəhd ittiham bellərinə qoyub həbs etsəylər daha yaxşı olar. Zaten onların hamısı, belə deyək, o bütün o cinayətlərin hamısı, özü orada söhbət müştərək cinayətlərdən gedir və o müştərək cinayətin lideri olmaqdan söhbət gedir. Müştərək cinayət Türkiyədə müştərək cinayətlərin lideri bütün cinayətlərdən məsuliyyətli tutulur. Yəni belə deyək, hərəsinə 5 il versələr, orada bir 100 nəfər olsa bu 500 il iş deməkdir. O iddiamlar öz təsdiqini taparsa, o iddiamlara əsasən İmamoğlu yargılanarsa və cəzalandırılarsa, onun həbsxanadan çıxma ehtimalı qalmayacaq. Yəni zaten orada o... Yəni ömrün orada keçir. Dəmir barmaqlar arasında... Terror təşkilatı yaratmaqdan söhbət gedir. Yəni bu ömürlük cəza deməkdir. Və yaxud 20 illik cəza deməkdir. İndi nə bilim, o 20 illik bir də üstə gəl, onun o digər cinayətlərin hamısının üstə gələndə bir də baxırsan ki, Türkiyədə elə mesela elə adamlar var ki, onlara 500 il iş verirlər. Yəni onların hamısı üstə gəlib toplayanda İmamoğlu'nun həbsxanadan çıxma ehtimalı yoxdur. Əgər onlar öz təsdiqini taparsa, bilirsiniz Mahir bəy, ittiham idealı sürmək asaddır. Onun dəlilini tapıb yerinə qoymaq və onu sübuta yetirmək ki, o, yenə deyirəm, Türkiyənin məhkəmələri Azərbaycan məhkəməsi kimi deyil ki, yuxarıdan gələn göstərişə əsasən qərar çıxarır. Onlar baxacaqlar dəlillərə, o dəlillərə hüquqi qiymət verəcəklər. Əgər həqiqətən də ortada bir cinayət vardırsa, ondan sonra İmamoğlu'nu cəzalandıracaqlar. Biz qardaş dövlət olsaq da, bir-birimizin gələ işlərinə qarışmıyıq. Biz çox qarışdıq Türkiyənin işlərinə. Türkiyə zarafasız. Türkiyə bizim işimizə qarışırmı? Demokratik seçki keçirirsən, özün bilərsən. Keçirirsən, özün bilərsən. Məsələn, biz Erdoğanla o CHP'nin yarışında... Ya Türkiyədə prezident kürsüsündə kimin oturmasının bizim üçün əhəmiyyəti yoxdur. Olmamalıdır da. Yəni bizim üçün Türkiyənin yürütmə siyasəti... Amma o bizim böyük qardaşımızdır, həll edici anlarda köməyimizə gəlir və əvvəlki rəhbərləri də gəlməyib, həll edici anda 2 verməliyib, qaldırmayıb göyə, Kəlbəcər işğal olunanda. Mən bilmirəm sizin evin böyüyü kimdir, bizim evin böyük qardaşı mən olmuşam. Yəni mən bilmirəm böyük qardaş nədir. Mənim qardaşım bilə bilər. Yəni balaca qardaş hiss eləməyim sizin böyük qardaş olduğunuzu? Yəni axı bu dövlətik də biz, fərqli dövlət. Bizdə mən hiss edirəm məsələn özümdən böyük qardaşım. Dediyi sözlərə haqqən çalışıram, əməl edeyim. Türkiyədə fərqli bir dövlətdir. Biz birimizin işinə çox qarışmasaq daha yaxşı olar. Ha, biz birimizə hərbi, o belə bir Dədə Qorqudda bir epizod var. Deyir ki, dara düşəndə nə bilim, dağda neçə dənə od yandırdı. O türklər yığışdılar ki, ha, biz əgər o od yandırırlarsa, biz dəvət olunarıqsa o Türkiyənin məsələlərinə müdaxilə etməyə, o zaman bizim müdaxilə etməyimiz daha anlamlıdır. Amma indi anlamlı deyil, çünki yenə deyirəm, biz çox qarışırıq. Türkiyəlilərdən daha çox qarışırıq və nəticədə aramızdakı münasibət pozulub. Erdoğan'ın seçkilərində də elə oldu,
İndi də qardaş, bu hüquq qiymət verəcək bunlar. Biz niyə tələsirik? Gəlin tələsməyək, hələlik açıqlamalara baxaq, hadisələrin axarını gözləyək. Amma CHP sədri Özgür Özel təbii ki, ittihamları qəbul etməyib və bildirib ki, istər diri, istərsə də məzarda olsa, o seçki qutuları qurulacaq. Yəni martın 23-də keçirilməsi planlaşdıran CHP-nin prezidentliyə namizədliyi ilə bağlı o sandığın qurulmasından danışır və bildirib ki, sədr müavininin də açıqlaması var. İlhan Üzgəlin o da bildirib ki, bu ittihamların heç birini qəbul etmirik. İttihamlar uydurmadır. Əkrəm İmamoğlu'nun terrorla, rüşvətlə və korrupsiya ilə əlaqəsi yoxdur. Əsas məqsəd İmamoğlu'nun namizəd olmasının qarşısını almaqdır. Təbii ki, uydurma ittihamlar irəli sürməli idilər. Əgər hər şey qaydasındadsa, hər şey yerindədirsə, sizin dediyiniz kimi bu ittihamların arxasında çox böyük sübutlar yatırsa, hansı ki, belə sübutlar olmadan belə çaplı adamı, yəni həbsə atmaq olmaz. Mümkün deyil. Niyə İstanbulda bütün toplantılar, nümayişlər və mətbuata açıqlamalar qadağan edilib ki, İstanbul Valiliğinin açıqlaması var ki, şəhərdə 4 gün müddətində hər cür toplantı, nümayiş yasaqdır. Niyə Heydər bəy? Normaldır, adamı həbs eləmişsən, nədən narahatsan ki? Çünki məhkəmə Türkiyədə, ümumiyyətlə dünyanın hər yerində müstəqil bir qurumdur. Siyasət ona müdaxilə eləyə bilməz. İndi əgər orada toplantılar, mitinglər qadağan olunmasa, belə çıxır ki, CHP öz mitingləri ilə məhkəməyə təsir göstərə bilər. Məhkəmənin qərarını dəyişməsinə, məhkəmənin ədalətli hökm çıxarmasına mane ola bilər. Ona görə mən hesab edirəm ki, normal qərardır. Yəni, həqiqətən o toplantılar təxirə salınmalıdır. Bir də Mahir bəy, yəni, bizdə o miting keçirə bilirikmi? Niyə keçirə bilmirik? Bunun səbəbi təkcə demokratiyanın məhdudlaşdırılması deyil. Bunun səbəbi həm də Azərbaycanın həqiqətən də təxribatlarla, belə deyək, təhlükəsizlik problemləri ilə qarşı-qarşıya qalınması ilə bağlıdır. İrandan təsir ola bilir, Rusiyadan təsir ola bilir, müxtəlif yerlərdən, Avropa İttifaqından təsirlər ola bilər. Yəni, eyni şəkildə Türkiyədə də o cür problemlər mövcuddur. Bilirsiniz ki, Türkiyə Avropa dövlətləri ilə çox yaxşı deyil münasibətləri, Amerika bir tərəfdən ona təzyiq eləyir, PKK bir tərəfdən təzyiq eləyir. PKK ilə demək olar ki, işləri yoluna qoyubdur. Qoymayıblar. Bugün ən ciddi müharibə başlayıb. Tişrin barajı deyirlər. Tişrin barajında artıq PKK Türk ordusuna, indiyə qədər Türk ordusuna hücuma keçmirdi. O əsasən keçirdi, o Suriya azadlıq ordusuna qarşı hücuma keçirdi. Amma bugün Türk ordusuna qarşı, yəni nə qədər də adam ölüb hələ bilmirik onu. Yəni çox ciddi ixtilaflar başlayıb orada da. Yəni bütün bunlar tələb edir ki, Türkiyə öz təhlükəsizlik tədbirlərini artırsın. Bəzi məsələlər var ki, o şeylə bağlıdır, yəni İmamoğlu'nun özü ilə bağlıdır. Bəzi şeylər var ki, o Türkiyənin təhlükəsizliyi ilə bağlıdır. Bir də açığını deyəcəyəm, Mahir bəy, dünyada gedən proseslər də Türkiyədəki proseslərə, Türkiyədəki siyasi o gedişata təsir eləyir. Hansısa dövlətlər, hansısa güc mərkəzləri bütün dövlətləri qarışdırıb öz rənginə boyamağa çalışır. Məsələn, bugün Macaristanda bilirsiniz, əməlli başlı o üsyanlar qalxıbdır. Serbiyada əməlli başlı üsyanlar qalxıbdır. Yəni mən hesab edirəm. Siz bəlkə bir qədər daha onları aydın deyəsiz, Heydər bəy. Deyəsən, niyə çətinlik çəkirsiniz? Harada ki, Rusun tərəfdarları var, yəni açıq deyək də. Putinin tərəfdarları, aşkar tərəfdarları, orada liderlər, yəni prezidentlər əziyyət çəkir. Slovakiyada Fico, Macaristanda Orban, sonra haranda Serbiyada Vučić, Bosna-Hersegoviniyada artıq problemlər başlayır. Bunlar Putinin adamları deyirlər, Rusun adamları deyirlər. Bunlar Trump hakimiyyətə gələndən sonra Trump'ın adamına çevirdilər, biləsiniz. Macaristan nətər Rusun adamıdır ki, Amerikanın o Almaniyadakı ordusunun çıxarılıb Macaristana yerləşdirilməsi nəzərdə tutulur. Yəni, faktik olaraq ora Rusiyanın nəzarətindən çıxır deməkdir. Amma dünyada, ümumiyyətlə Avropada və Amerikada gedən döyüşlər, gedən çarpışmalar, gedən siyasi mübarizə ulusalçılarla globalistlər arasında mübarizə. Anladım. Yəni demək istəyirsiniz ki, dünyada baş verənlər bugün Türkiyədəki siyasi mübarizənin xarakterini, axarını müəyyənləşdirir. Təxminən belə də. Bəli, Türkiyə elə bir yerdir ki, Birinci Dünya müharibəsində Türkiyədə hakimiyyət dəyişikliyindən nail oldular, Türkiyəni müharibəyə soxdular. İndi o Türkiyə deyil də, yəni deyirsiniz, Erdoğan gəlib gücləndirib, möhtəşəm bir dövlət yaradır. Birinci Dünya müharibəsindəki Türkiyə, indiki Türkiyədən
1000 qat güclü Türkiyə idi. Dünyanın süper gücü idi. Faktiki olaraq Birinci Dünya müharibəsinin məğlubiyyətindən sonra həmin o dünyanın geopolitik mərkəzi dəyişildi. Yəni belə deyək ki, yəni Türkiyədən çıxdı və başqa müxtəlif dövlətlər, ordular ortaya çıxdı. Bu gün Türkiyə yenidən Avropanın mərkəzinə çevrilə, yəni söhbət hərbi mərkəzindən gedir. Hərbi mərkəzinə çevrilə bilər və ona görə də Türkiyədə də çox ciddi mövqelər döyüşü gedir. Kim orada Türkiyəni ələ keçirsə, Türkiyə onun yanında olacaq. Bu günləri Türkiyə açıq şəkildə Avropa İttifaqının yanında yer alır. Yəni Erdoğan. Amma bu Amerikanı qane eləmir. Amerika təbii ki, orada istəyər ki, bir dəyişiklik olsun. Mən konkretləşdirmək istəyirəm. Deməli, əgər mən yanlış anlamadımsa, siz deyirsiniz ki, bugünkü həbs kütlələri həbs 105-dən artıq, ya 105 ya 105-dən artıq adamın, yəni həbsə atılması istisnasız kriminal məzmunludur. Adamlar cinayət ediblər, siz deyirsiniz. Yəni bunu siz deyirsiniz. Cinayətlər var. Ona görə də həbsə atılırlar. Yəni burada heç siyasi, üzr istəyirəm, Erdoğanın siyasi qisasçılığına dair heç bir əlamət, element yoxdur, eləmi? Qoy mən fikrimi deyim. Əvvəla mən demirəm onlarda belə deyək ki, o siyasi, görürsünüz, deyirəm ki, siyasi məsələ də var. Onların kriminal əməlləri də var. Onlar yəqin ki, sübut olunacaq. Amma onları kriminal əməllərinə görə tutmayıblar. Dünyada geopolitik döyüşlər getməsəydi, çarpışma getməsəydi, Türkiyəni ram etmə qayğıları olmasaydı, o cür istəklər olmasaydı, yəqin ki, o İmamoğlu və onun yanında həbs olunanlar da bu gün azadlıqda olacaqdılar. Belə deyək, ümumiyyətlə hər yerdə, Azərbaycanda da, Türkiyədə də bir çox məmurlara o imkanı verirlər ki, onlar cinayətlərə batsınlar. Cinayətə batandan sonra onları cəzalandırmaq rahat olur. Onlar öz cızığını aşdıqları halda da və yaxud dünyanın geosiyasi vəziyyəti dəyişiləndə onun tələbi yerinə yetirilən onun tələbinə uyğun olaraq onlar cəzalandırırlar. Məsələ, mən adi bir şey deyim. Nazir Ziya Məmmədov. Nəqliyyat naziri deyim. Nəqliyyat naziri. Nəqliyyat nazirini nəyə görə cəzalandırdılar? Onun taladığı, rüşvətə yol verdiyi, korrupsiya ilə məşğul olduğuna görə eləmədilər. O dövrdə, Trumpın ilk hakimiyyəti dövründə Trumpın bir dənə otelini açmışdı. Bununla da Trumpa yaxın olmaq istəyirdi. Bununla da hakimiyyətə əl qoymaq istəyirdi. Oğlu da başlamışdı o Amerikada, Amerika-Azərbaycan dostluq birliyi yaratmağa. Anar, bəli. Sonra məlum oldu ki, yəni o əvvəldən məlum idi əslində. Məlum oldu ki, yəni bütün bu hadisələr Trump hakimiyyətə gələndən sonra bu Anar ayı yiyəniymiş. Kamaləddin Heydərovun ayısını yeyibmiş. Düzdürmü? Yəni ayı yemək günah deyil, sadəcə o ayını hansı şəraitdə əldə edib yemək, yəni məsələsi var. Yəni deyirəm ki, o ayını çoxdan yemişdi. Amma o ayının yeməyi nə vaxt yada düşdü? O zaman yada düşdü ki, Trump hakimiyyətə gəldi. Yəni təhlükə yaxınlaşdı. Eyni şəkildə də Türkiyədə o hadisələrin hamısı mövcuddur. Amma o hadisələrə bu vaxta qədər göz yumurdular. Niyə təhlükə əks eləmirdi? Amma bu gün əks eləyir deyə tutub içəri basıblar. Sən elə həyatı yaşamalısan ki, müharibə. Sabah səni yəni o iddianla üz-üzə qoymasınlar.